Merhabalar. Bugünkü bölməmiz dördbucaqlar bölməsinə keçirik. Hər kəsin kitabları bağlı olsun, fikriniz kitabda qalmasın. Lazım olanda mən deyəcəm, açacaqsınız. Deməli, dördbucaqlar bölməsində biz aşağı siniflərdən də dördbucaqlıları keçmişik. Kvadratdır, romdur, trapesiyadır, yəni bu formadır. Amma bəzən dördbucaqlılar olur ki, məsələn, nə bilim, qabarıq formada olur, çıxıntılı vəziyyətdə olur. Yəni, elə var ki, o hər zaman romb kimi, düzbucaqlı kimi və yaxud da trapesiya kimi olmaya bilər. Formaları fərqli ola bilər. Məsələn, nə bilim, bu formada, belə formada ola bilər. İndi burası biraz çıxıntı içəri. Sonra belə formada ola bilər. Belə formada ola bilər. Yəni, istənilən formada hər zaman düzbucaqlı kimi, kvadrat kimi, romb kimi olmaya bilər. Deməli, dördbucaqlıya belə də dördbucaqlı bəzən var. Belə formada da dördbucaqlı var. Sonra belə formada da bəzən var. Deyirəm. Bu formada da var. Bu bucaqlardan söhbət gedir də. Bu bucaqlardan. Aydındır. Deməli, dördbucaqlıdan qonşu tərəflər ortaq nöqtəsi olan tərəflərdir. Qonşu təpələr istənilən tərəfin uc nöqtələridir. Və belə deyək, dördbucaqlının var daxili və xarici. Bunu oxuyanda biləcəksiniz. Məsələn, əgər çoxbucaqlının belə deyək, tərəfləri özündə saxlayan düz xəttin üzərindədirsə, buna deyirik ki, qabarıq. Yəni, belə deyək. Məsələn, tutaq ki, bu dördbucaqlıdır. Bu dördbucaqlıdır. Bu düz xəttin üzərində. Buna deyirik qabarıq çoxbucaqlı. Amma bəzən deyirik ki, qabarıq olmayan çoxbucaqlı. Buna da deyirik, məsələn, çökük çoxbucaqlı. Bayaqları bir dənə çəkdim. Bu formada. Bu formada çoxbucaqlıya deyirik ki, qabarıq çoxbucaqlı. Daha doğrusu qabarıq olmayan çökük çoxbucaqlı deyirik. Qarşı təpələri birləşdirən parçalara dördbucaqlının diaqonalları deyilir. Məsələn, bunu aşağı sinifdən yeni keçmişik. Tutaq ki, belə bir dənə çoxbucağımız var. Buradan bu qarşı tərəfə təpələri birləşdirsə, bu diaqonal adlanır. Və yaxud da buradan bura kimi də çəkilə bilər. Bu diaqonal adlanır. Hər zaman çoxbucaqlının, ümumiyyətlə qabarıq dördbucaqlının diaqonalları onun daxilində yerləşir. Aydındır. Qabarıq olmayan dördbucaqlıların diaqonalları isə onun xaricində yerləşir. Məsələn, bu diaqonal bunun daxilində yerləşir. Amma məsələn, bir dənə beləncə çoxbucaqlı çəkək. Bir dənə belə çoxbucaqlı çəkək. Bunun diaqonalı burada yerləşir. Bu qırmızı ilə çəkdiyim onun diaqonalıdır. Yəni, əgər çökükdürsə, onun diaqonalı çölündə yerləşir. Əgər normal qabarıq çoxbucaqlıdırsa, onda onun diaqonalı daxilində yerləşir. Var, məsələn, dördbucaqlarda var nə? Daxili və xarici bucaqlar. Daxili bucaqlar nədir? Məsələn, xarici bucaqlar nədir? Deməli, dördbucaqlının xarici bucağı dedikdə, hər təpədə bu bucaqlardan birini götürəcəyik. Tutaq ki, bir dənə dördbucaqlı çəkirəm. Məsələn, xarici bucaq deyəndə buranı götürəcəyik. Hər təpəsində ona birləşən sonuncu. Buranı götürəcəyik. Buranı götürəcəyik. Aydındır mı? Məsələn, buradan buraya gəlmək istəyirsə, buranı götürəcəyik. Onlar xarici bucaqlardır.
Var daxili bucaqlar. Daxili bucaqlar da bildirik ki, necə idi? Daxili bucaqların cəmi neçə dərəcə idi 4 bucaqlarda? 360 dərəcə idi. Düzdür? Sonra görək nə deyir dəstlikdə. Deyir, qabarıq 4 bucaqlı daxili bucaqların hər biri qabarıq 4 bucaqlıdır. Daxili bucaqların hər biri 180 dərəcədən kiçik olur. Hər biri deyir ha. Qabarıq olmayan 4 bucaqlının daxili bucağının dərəcə ölçüsü 180-dən böyük ola bilər. Sonra görək başqa nə var. Qabarıq 4 bucaqlarda xarici bucaqların xaricinin 360 dərəcəyə bərabərdir. Əgər içərisi 360 dərəcə, çöl də 360 dərəcəyə bərabərdir. Sonra görək əlavə nə var. Bəzən məsələn, beləncə bizə tapşırıq düşə bilər. Məsələn, tutaq ki, bir dənə beləncə ilə. Bir dənə belə çox bucaqlıdır. Burada belə. Buranı verib bizə 58 dərəcə. Buranı 98 dərəcə. Buranı verib bizə x bilmirik neçədir. Və xarici bucağı da verib 96 dərəcə. Biz aşağı sinifdən nəyi bilirdik? Aşağı sinifdən bilirdik ki, Aylin, daxili, belə deyim, xarici bucaq özünə qonşu olmayan 2 dənə daxili bucağın cəminə bərabərdir. Xarici bucaq, ümumiyyətlə 3 bucaqlı idi o. 3 bucağın xarici bucağı özünə qonşu olmayan 2 daxili bucağın cəminə bərabər idi. Və yaxud 4 bucaqlı da əgər mənim xarici bucağım varsa, ona bitişik qonşu bucağı tapıram ki, daxildə olan bucaq neçədir? Məsələn, bu 96-dır. 180-dən 96-nı çıxanda neçə qalır? 4. 17-dən 9 çıxanda qaldı 8. Deməli, bura 84 dərəcədir. 84 dərəcədir. Artıq mən x-i tapa bilərəmmi? Tapa bilərəm. Çünki 1, 2, 3 dənə bucağı toplayacağım, 360-dan çıxacam. Deməli, 58, üstə gəl 98, üstə gəl 84. Bunu toplayanda nə verir mənə? Deməli, 182 bu verir. 182 üstə 58, 182, 58. 4, 240. 360 da bizim bütöv bucaqlarımızda axı. Çıxıram 240-ı. Bu da nə verir mənə? 120. 120 idi. 120. Deməli, mənim bu bucağım 120 dərəcədir. Aydındır. Sualı olan var uşaqlar? Əli sualın yoxdur. Yəni, bir dənə sadəcə bilirik ki, bucağın daxili bucaqların cəmi 360 dərəcədir, xarici bucaqların cəmi 360 dərəcədir. Daxili bucaqla xarici bucağı əlaqəsi verəndə artdağın üsulü ilə tapırıq. Qalanlarında əlavə bir şey sorulur orada. Gəlirik paralleloqram və onun xassələri. Növbəti mövzumuz paralleloqram və onun xassələri. Məsələn, bir dənə paralleloqram çəkək. Bir dənə paralleloqram çəkirik. Paralleloqram çəkirik. Paralleloqramın, məsələn, tutaq ki, belə deyək, AB, CD. AB ilə AB ilə CD bir-birinə paraleldir. Əli, fikrin burada da yəqin ki, bir-birinə paraleldir. Paralel əlaməti necədir? Bu formada. Sonra hansı tərəf paraleldir? BC paraleldir AD-yə. Bu iki tərəfdə bir-birinə paraleldir. Sonra başqa nə deyə bilərik? Başqa deyə bilərik ki, paralleloqramın daxilindəki bütün bucaqlar hamısı bir-birinə 360-dədir, amma bir-birinə bucaqları 180 dərəcədir. Yəni, bir tərəfə bitişikdirsə, bu 180 dərəcədir. Amma bütöv cəmi isə 360-dır. Sonra deyə bilərik ki, paralleloqramın, tutaq ki,
bucaq qarşı bucaqları bir-birinə bərabər ola bilər. Məsələn, bucaq A bərabərdir. Eyni bucaq A təqribi bərabərdir. Bucaq C-yə. Aynen. Bir-birinə bərabər dərəcə bu dərəcə bir-birinə bərabər. Və eyni qayda ilə deyə bilərik ki, qarşıları konqruentdir. Konqruent nə idi? Bərabərdir. Qarşı tərəf konqruentdir. Yəni bu tərəfin 5-dirsə, bu tərəfin də 5-dir. Qarşı tərəflər bir-birinin konqruent. Yəni bərabərdir deyə bilərik. Sırayın nə var? Burada hələ ki başqa bir şey yoxdur. Gəlin bir hissəni də keçin. Paralleogramın xassələri. Paralleogramın nə deməkdir? Məsələn, deyirik ki, paralleogramın diagonalı onu iki konqruent yoxlayaq. Gəlin baxaq. Gəl ya, paralleogramın diagonalı. Məsələn, bax, buradan bir dənə diagonal çəkirəm. Doğrudan da 12 dənə üçbucağa ayırdı mı? Birinci üçbucaq, ikinci üçbucaq. Və yaxud da, devam video. Və yaxud da başqa bir halda deyim ki, bura çəkirəm. Buradan bura çəkirəm. Birinci və ikinci üçbucağa ayırdı mı? Yəni paralleogramı üçbucağa ayıracaq. Bu teorem 4. Doğrudan da yəni bu xassədə, ikinci xassədə deyir ki, paralleogramın diagonalları və kəsmə nöqtəsində yarıya bölünürlər. Yəni demək istəyir ki, məsələn, buradan bura diagonal, tutaq ki 10 cm, 10 cm. Buradan da diagonal, tutaq ki 6 cm-dirsə, bütöv onda mənim buradan bura kimi nə qədər olacaq? Buradan da bura kimi olacaq. Sonra buradan bura kimi olacaq. Buradan da bura kimi olacaq. Yəni yarıya bölündü. 6 da yarıya böldü və onlar o nöqtəsində kəsişdi. Aydın deməli 4 paralleogramın diagonalları onu ayırır və teorem 5-də nə idi? Paralleogramın diagonalları və nöqtəsində yarıya bölünürlər. Aydın. Mövzumuz bu qədər. Mövzumuz bu qədərdir. Paralleogramın əlamətlərini deyə bilərəm. Dayandırma. Xeyr, mən dayandırmamışam. Dayandırmamışsansa dayandır. Gəlin növbətində paralleogramı bitirək. Mənə gəlir kimi bir çətin olan hissələr yox idi. Növbətdə isə əlamətlər. Paralleogram əlamətləri nədir? Məsələn, gəlin bir dənə çəkək. Məsələn, A1. Paralleogramın əlamətlərində teoriyada deyir bizdə deyir ki, konqruent və ya paralel olan dördbucaqlı paralleogram doğrudan da iki qarşı tərəfi, yəni tərəflə bu tərəf və yaxud da bu tərəflə
bir-birinə paralel və imanda kongruentdirsə, yəni bərabərdirsə, onda bu kongruentdir. Birinci teorem. İkinci teorem ki, qarşı tərəf kongruent olan dördbucaqlı paralleloqramdır. Yəni qarşı tərəfləri bərabərli paralleloqramdır. Tutaq ki, bu 10-dursa, bu da 10-dur. Bu 3-dürsə, bu da 3-dür. Əgər bir-birinə bərabərdirsə, bu paralleloqramdır. Üçüncü qaydanı isə deyirik ki, dördbucağın diaqonalları kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Bu düz bu dördbucağı ayaq deyim. Əgər dördbucaqlının diaqonalları kəsişir və kəsişmə nöqtəsində yarıya bölünürsə, yəni eyni rəqəmləri olursa, usulları eyni olursa, onda bu paralleloqramdır. Dərsimiz bu qədər uşaqlar. Belə. Dayandıra bilərsən.